uşaqlar, bildiyiniz kimi hal-hazırda yay tətilidir. Mən isə sizə yay tətilində oxuduğum bir kitabdan bəhs etmək istəyirəm. Adı Greenleaf malikanəsinin qızı Anne, müəllifi isə Montgomery'dir. Əsərdə 11 yaşlı yetim bir qızdan bəhs edilir. Orta yaşlı bacı və qardaş onu övladlığa götürürlər. Əslində onlara oğlan uşağı lazım idi ki, onlara firmada kömək etsin. Ancaq Anne o qədər sevimli və cazibədar idi ki, onun qalmasına icazə verdilər. Annenin ömrü boyu başına gələn hadisələrdən danışan bu kitabın başqa hissələri də var. Bu kitabları bacım oxuyur. Bitirəndən sonra mən də oxuyacağam. Bu əsər dünyada 20 dildə tərcümə olunub, 50 milyondan çox satış əldə edib. Mən bu kitabı oxudum, çox razı qaldım. Sizə də tövsiyə edirəm. Sağ olun, kitabla qalın dostlar.